Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında müəyyən edilmiş əsas hədəflərdən biri Naxçıvan şəhərinin baş planının yenilənməsidir. Bu mühüm sənədin hazırlanması Böyük Britaniyanın şəhərsalma sahəsində geniş təcrübəyə malik Chapman Taylor şirkətinə həvalə olunub. Şirkətin ekspertləri artıq bir müddətdir ki, Naxçıvan şəhərində araşdırmalar aparır, mövcud vəziyyəti təhlil edir və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Layihənin icrasına rəhbərlik edən Chapman Taylor şirkətinin direktoru Marcelina Zelinska yeni baş planla bağlı mühüm məqamları açıqlayıb. O bildirib ki, Naxçıvan şəhəri həm təmizliyi, həm də sakitliyi ilə diqqət çəkir. Lakin Zəngəzur dəhlizinin açılması perspektivi və regionun strateji mövqeyi nəzərə alınaraq şəhərin daha böyük potensiala hazırlanması vacibdir. Hər gəlişimizdə hökumət bizim müxtəlif yerli nümayəndələrlə görüşümüzü təşkil edib. Səhiyyə, təhsil və bir çox sferaları əhatə edən qurumlarla, eləcə də bir çox sakinlərlə söhbətlər aparmışıq. Onların həm məsləhətlərinə qulaq asır, həm də ehtiyaclarını dinləyirik və yeni baş planı onların da istəklərinə uyğun formada qururuq. Marcelina Zelinska'nın sözlərinə görə gələcəkdə Naxçıvan şəhəri əhalisinin 2 qatına qədər insanı qəbul edə biləcək imkanlara malik olacaq. Odur ki, şəhərin yalnız infrastruktur baxımından deyil, inzibati sərhədləri və əhatə dairəsi baxımından da genişlənməsi gündəmdədir. Mərkəz hissələrdə yeni inzibati binaların inşası üçün plan hazırlayırıq. Şəhərdə sıxlığın arta biləcəyini nəzərə alaraq əhalinin daha rahat yaşayışı və istirahəti üçün lazımi infrastrukturun qurulması nəzərdə tutulur. Bundan başqa bizim fikrimizcə şəhərin yaşıllıq ərazisinin artırılması istiqamətində də potensial imkanlar var. Mövcud parkların heç birinə toxunmamağa üstünlük veririk. Naxçıvançay vadisində və digər su hövzələrinin ətrafında yaşıllıq ərazilər inkişaf etdirilə bilər və insanlar burada daha səmərəli vaxt keçirə bilər. Əsas məqsəd Naxçıvanın mövcud imkanlarını artırmaq, davamlı və planlı inkişaf üçün zəmin yaratmaqdır. Şəhərin böyüməsi artıq zərurətə çevrilib və bu böyüməni sistemli şəkildə həyata keçirmək vacibdir. Şəhərin tarixi görkəmi ilə müasirliyin vəhdətini düzgün tətbiq etməyi xüsusi diqqətə saxlayırıq. Müasirlik ilə ənənəvilik arasındakı balansı qorumağa çalışırıq. Planımızın tərkib hissəsi olaraq əvvəlcə əsas strateji yerləri, tarixi abidələri, milli mədəni irs nümunələrini müəyyənləşdiririk. Yeni baş plan çərçivəsində müasir şəhərsalma yanaşmaları tətbiq ediləcək, yaşayış, nəqliyyat və sosial infrastruktur balanslı şəkildə inkişaf etdiriləcək. Velosiped zolaqları ilə yanaşı düzgün qurulmuş və təhlükəsiz olan piyada səkiləri, zolaqlar, keçidlər. Bütün bu imkanların hər birinin vətəndaş üçün əlçatanlığı da əsas nüanslardandır. Layihənin yekun nəticəsi olaraq Naxçıvanın daha funksional, dayanıqlı və yaşamaq üçün cəlbedici bir şəhərə çevrilməsi hədəflənir.